birdən başqa dinlərdən biri qonaq olar burada. Eşidər ki, bu dinin peyğəmbərinin balasın, Quran ayəsini oxumaq günahın və Quranın ayəsini icra eləməyi ona günah sayıb, elə o peyğəmbərin ümmətinin içində onu öldürüblər. Ona görə də adam heç istəmir ki, bu söhbətləri müsəlmandan başqası eşitsin. Deyəndə də özüşüzdür, bizə nə var? Eləməyidir. İndi əgər bir adam bu işi görüb, onda hər kəs ona tərəf getsə, ona deyərlər sən müşriksən. Bax, Kərbəlanın məsələsi gəlib burada dayanır. Kərbəlanın məsələsi çox aydındır. Yəni, bir nəfərin əgər beyninə əvvəlcədən başqa şeyləri doldurmasalar, bir nəfər əvvəlcədən gələ başlaya Quranın ayələri ilə Kərbəlanın məsələlərini qoya bir-birinin yanına, Kərbəlanı Qurandan ayırmaq mümkündür. Necə Peyğəmbəri Qurandan ayırmaq mümkündür? Quran bunları demir. İmam Hüseyin ağa elə ki Muaviyənin məktubu gəldi. Muaviyə nə yazmışdı məktubda? Vəlidə yazmışdı Mədinənin icra başçısına. Yazmışdı Xuzil Hüseyin və Əbdəllah ibn Ömər və Əbdəllah ibn Zübeyr əxzən şədidən leysət fihi ruxsətun hətta yubayi'u və səlam. Bu Muaviyənin məktubudur. Əvvəldən axırası budur. Vəlidə yazıb 3 nəfərdən beyət al. Əgər verdilər, beyət verdilər. Vermədilər, yol başqadır. İcazə vermə bunlara. Beyətdən başqa bunlardan hissad istəmirəm. İndi Vəlid İmam Hüseyin ağanı gecə ilə dəvət eləyib, Həzrətə dedi, Muaviyə bunu göndərir. Oradan nə oldu, nə olmadı, onları keçmişdə danışmışıq. İmam Hüseyin ağa orada bu sözü ona cavab verdi. Buyurdu, Əyyuhəl əmir. Gör, Həzrət necə aydın danışır. İnna əhl-i beytin nübüvvə. Biz Peyğəmbərin əhl-i beyti yox. Risalət bizim evimizdə. Mələkələr bizim evimizə gəlib gedirdi. Allahın rəhməti bizim evimizə nazil olurdu. Allah bizlə başlayıb dünyanı, hər şeyi. Bizlə xətm eləyəcək hər şeyi. Siz bizi yaxşı tanıyırsınız. Siz bilirsiniz ki, Peyğəmbər kimdir və Peyğəmbərin əhl-i beyti kimdir. İndi ki, bunları bilirsən, qoy indi o birisi yüzündə sənə deyim bil. Orada Vəlidin gözünə sayır bunları. Aparıblar idarəyə, dəvət eləyiblər, ağaya Muaviyənin məktubunu oxuyublar, ağa o məktubun cavabında bunu deyir. Deyir, siz bax, biz bu, bizi tanıyırsınız. Amma Yazid kimdir? Yazidi də mən sənə deyim, Muaviyə ki, dünyasını dəyişib və oğlu Yaziddən sənə məktub gəlib və məktubda məndən beyət istəyir. Mən indi kimə beyət eləyim? Yazidi qoy mən sənə deyim kimdir. Rəculun, o bir insandır ki, şaribul xəmr, o gecə günüz sərxoşdur, içki ilə məşğuldur. Və qatilun nəfsil muhtərəmə, insanların qatili diyor. İnsanların qatilidir. O insanlar ki, onları öldürmək haramdır, o bu işlərlə məşğuldur. Mu'linun bil fisk, o fiski ələnən eləyir, yəni gizlətmir fəsadın. Bir var ki, biri gizlədir, bir günah eləyir, gizdin.
Bir var ki, açıq əşkara günah eləyir, heç kəsdən də utanmır, heç kəsdən də hesaba qoymur. Deyir, Yezid belə adamdır. Sən Peyğəmbərin əhl-i beytindən ki, Cəbrail mənim evimə gəlirdi, gedirdi, rəhmət mənim evimə nazil olurdu, indi sən məndən beyət istəyirsən, içki içənə, adam öldürənə, fasiqə məndən beyət istəyirsən. Heç bilirsən nə danışırsan? Misli la yubayi'u mislə. Nə bugün mən, nə də qiyamətə qədər mənim kimin insan, onun kimin insana heç vaxt beyət eləməz. Bunu Qurandan ayırmaq olar. Bunu necə Qurandan ayırmaq olar? Necə bunu öldürmək olar? Özdə o cür öldürəsən, ondan sonra ağlayana da deyəsən bidət qoyubsan, sən niyə Hüseyni ağlayırsan? Heç adam bir azca fikirləşməz. Elə bil bir adam oruçluqda biri oruç tutub, gəlir deyir, səni öldürəcəyəm. Hər kəs də etiraz eləsə, o bidət eləyir. Ay bala, oruç tutmaq oruçluqda Quranın ayəsidir. Şəhru Ramazan Əl-ləzi unzilə fihil Qur'an. Ondan sonra buyurur, bu ayın orucu vacib oldu sizə. Əgər bir adam Quranın ayələrinə əməl eləsə, onun günahı budur ki, Qurana əməl eləyib, gərək öldürəsən onu. Ona görə də deyirəm, bax, əgər Quranın baxımı ilə Kərbəlaya baxasan, Kərbəlada Hüseynin tərəfində Quranın ayələrindən başqa heç bir şey yox idi. Əgər bir dənə olsaydı, indi onu nəmnə boyda eləmişdilər. O mümkün deyildi. Ona görə də Aşura hadisəsi, Kərbəla hadisəsi bir dənə tarixdə bir hadisədir ki, o hadisəni yaradanlar, Bəni Üməyyənin adamları, onlar insanların alnına kölgə vurublar və heç vaxt bu kölgə onların alnından getməyəcək. Və hər kəs də Kərbəlanı indi danışır, elə bil ki, Quranı danışır. Hər kəs Kərbəlanı danışır, yəni ki, şücaətdən, elmidən, fəzilətdən danışır. Kərbəlanı müdafiə eləmək, Quranı müdafiə eləməkdir. Kərbəlanı müdafiə eləmək, Peyğəmbəri müdafiə eləməkdir. Kərbəlada İmam Hüseynə ağlamaq, yəni İmam Hüseynin düşməninə nifrət göstərməkdir. Və bu deməkdir ki, mən də 1400 ildən sonra Hüseynin cərgəsindəyəm. Bu pis əməldir. Əgər bir dənə batil, bir dənə haqqı, nahaqqə öldürsə, insan o haqqı difa eləsə, onda ona etiraz eləyərlər. Kərbəla yəni bu, Allah. Nə qədər canımızda can var, nə qədər bədənimizdə ruh var, nə qədər nəfəs çəkirik, nə qədər başımızda ağıl var və bu neməti Allah bizə verib, heç vaxt Hüseyn adın, onun məhəbbətin bizim ürəyimizdən çıxartmasın. Heç vaxt bizi Hüseyndən ayrı salmasın. Çünki Hüseyndən ayrı düşmək, İslamdan və Qurandan ayrı düşməkdir. Mən üzr istəyirəm, bundan artıq mümkündür. İnşallah, əgər lazım olsa, bundan artıq bu barədə suallar olsa, yenə də sonra möminlər suallarını verə bilərlər və bu barədə bundan geniş də mətləblər var, onları danışmaq olar. Bir neçə dənə mən dua eləyirəm, vaxt da keçib, inşallah rozaxanlıq olacaq. Bir neçə dənə dua eləyirəm, məclisimizin xətmidir. İnşallah Hacı Afərid də axırda öz duaların eləyəcək yenə də.
السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم ارزقنا في الدنيا زيارة الحسين وفي الآخرة شفاعة الحسين. Perverdigara amin diyen dilleri lal öldürme. Perverdigara günahlarımıza kalemi affı çek. Ölenlerimizi garik rahmet ile. Akıbetimizi hatme bi hayr ile. Perverdigara ölen güne kimin ruziye halal bi minnet merhamet ile. Perverdigara hastalarımıza şefa keramet ile. İlahi nezerde olan hastalere şefa keramet ile. İltimas dua diyenlerin hacetlerin reva ile. Perverdigara hamımızın hacetlerimizi reva ile. Hamımızın akıbetimizi hatmi bi hayr ile. İlahi bu muharremde o yaxşı əzadarlarına hər nə verəcəksən, Hüseynin əzadarlarına hər nə verəcəksən bizə də kəramət elə. Pərverdigara bizim də adımızı Hüseyn əleyhisselamın mübarək dəftərində səbt و zəbt elə. Pərverdigara axır məhərrəmimiz qərar vermə. Kərbəlai eləməmiş bizi öldürmə. Perverdigara əynimizdə qara köynəklərin ehtiramına, qəbridə ağ köynəklərimizi bizə mübarək elə. Allah ölümümüzü İmam Hüseyn ağanın məclisində qərar ver. Allah bizi Hüseynüvə ağlayanda dünyadan apar. Perverdigara bizi namaz qılmayanlardan eləmə. Perverdigara Müslümanlara xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənləri zəlil elə. Perverdigara hər kəs Hüseynün məclisində hər cürə xidmət eləyib onlardan qəbul elə. O möhtərəm dostlar, qardaşlar bu məclisdə zəhmət çəkdilər, idarə elədilər. Allah hamısın məzur elə. Perverdigara izzətin cəlalın xatirinə İmam Hüseyn ağanın mübarək qədəmlərin başımızın üstündən axir saətimizdə əskik eləmə. Perverdigara üləma-i ə'lam, məraci izam təqlid elədiyimiz müştehidlər tul ömrü ba bərəkət inayət elə. Düşmənlərin zəlil elə. Perverdigara Müslümanlara izzət kəramət elə. Perverdigara işgal olunmuş torpaqları azad elə. İşgalçı qüvvələrə lənət elə. Perverdigara Müslümanların içərisində naəmnilik yaradan insanlara dünyanı naəmn elə. Perverdigara izzətin xatirinə, cəbərutun xatirinə əllərimizi naumid qaytarma. İmam zamanımızı bizdən razı elə. İmam zamanımızın mübarək cəmalın ziyaretin bizə nəsib elə. Bizi o Həzrətin əskərlərindən qərar ver. Həzrətin zuhurində təcil elə. Bihaqqi Muhammedin və alihi tahirin. Dualarımızın qəbul olmağına xatir İmam Zaman ağanın səlamətliki üçün salavat.